Salam aleyküm. Burada spirt X ilə işarə olunubdur. Doymur bəsatlı karbon turşusu Y ilə işarə olunub. Biz spirtin formulu belə yazaq. Karbon A, H2A, üstəgəl 2O. Turşunu isə yazaq. Karbon B, H2BO2. Çünki spirt belə yazırdı. Karbon N, H2N plus 2O. İndi bunu biz karbonun yerinə yəni A yazıq. N'in yerinə A yazıq. Turşunu da belə yazırdıq. Burada yenə N'in yerinə biz B yazdıq. Burada yazıb ki, doymuş bir atomumuz X spiritinin molekulundakı hidrogen atomlarının sayı, yəni 2A üstəgəl 2. Deməli, Y karbon turşusunun hidrogen sayından, yəni 2B'dən 4 dəfə çoxdur. Buradan 2A üstəgəl 2 bərabərdir 8B'yə. Deməli, spiritdə zaten hidrogen 2A üstəgəl 2 idi. Burada hidrogen oldu 8B. Turşuda da oldu nə? 2B. Buna birazdan qayıdacağıq. İndi spirt turşuyla reaksiya daxil olur. Təbii ki, buradan mürəkkəb efirlə su alınır. Spirt burada X-də 6 qramın hamısı qrafikdə sərf olunub. Turşunun 4,6 qram hamısı sərf olub və deyir ki, əmələ gələn üzüm maddənin kütləsi, yəni bu bilmirəm nə qədərdir. Reaksiya daxil olanlardan, yəni bunlardan 1,8 qram az, yəni 1,8 qram suymuş da. Aydındır, çünki bunların cəmindən 1,8'i çıxanda bu zaman biz bunun özünün kütləsini tapırıq. Yəni 6 ilə 4,6'ını toplayıb ondan 1,8 çıxanda 8,8 mürəkkəb efir imiş. Həqiqətən 8,8 6 üstəgəl 4,6'dan 1,8 deməli azdır. Buradan da mürəkkəb efirin maliyyə kütləsi, yəni suyun maliyyə kütləsini bildiyimizə görə rahat tapırıq. O burada nəyə bərabərdir? Deməli 88'ə bərabərdir. Və buradan artıq biz tam şəkildə müəyyənlədik ki, burada maliyyə kütlə 88'dir. Burada yerinə yazsaq, mürəkkəb efirin formulu karbon N, H2NO2'dir. Buradan deməli 14N plus 32 bərabərdir 88. 88'dən 32'ni çıxıb 14'ə böləndə 4 eləyir. N 4 eləyir. Deməli, mürəkkəb efirdə 4 karbon var. Karbon 4, H8O2. Və biz dedik ki, ümumən 8B spiritdə hidrogen var idi. 2B-də turşuda. Turşuyla spirit qarşılıqlı təsirdə olan hidrogenlər toplanır. Oranı bir dənə su tərk eləyəndə suyun içində bir dənə hidrogen bunları tərk eləyir. Qalır hidrogenin sayı 10, bu olar 10B'dir da. 10B çıx 2 bərabərdir. Neçə oldu? Mürəkkəb efirdə 8. Buradan da 10B bərabərdir 10. B bərabərdir 1'ə. Yəni biz müəyyənlədik ki, B də burada nədir? Karbon turşusundakı karbonun sayıdır. Amma ümumən karbon nə qədər idi? Mürəkkəb efirdə 4. Əgər onun biri turşudakı karbonun sayıdırsa, 3'ü də spirtdə. Deməli bizə lazım olan turşu qarışqa turşusudur. Spirtdə karbon 3, H7O. Bir daha təkrar edirəm. B-ni mən 1 tapdım. B turşudakı karbonun sayıdır. Ümumən mürəkkəb efirdə 4 karbon var. Onun biri turşudadırsa, 3'ü də spirtdədir. Yəni biz buradan müəyyənlədik ki, burada turşu hansıdır, spirt hansıdır. Və biz buradan formulu yazırıq. H, yəni qarışqa turşusunu yazırıq. Karbon H2. Bizə lazım olan mürəkkəb efir, yəni bu şəkildə yazırıq. Və hidrolizdən alınan turşu, yəni ki, bunun hidrolizdən qarışqa turşusu alınır. Qarışqa turşusu mis 2 hidroksidlə oksidləşir. Bu doğrudur. Molekulunda 3 qeyri-polar kovalent var. Burada deməli sol tərəfdə qeyri-polar yoxdur. Yəni sol bu tərəfdə, yəni sağ tərəfdə karbonatın 2 dənə qeyri-polar var. Bu səhvdir. Natrium hidroksidin hidrolizindən əmələ gəlir HCO, natrium və propil spirti və bu duz həqiqətən gümüş peroksid amonitdə məhdud olan natrium hidrokarbonat əmələ gətirir. Molekulunda 12 sigma var. Karbon 4, H8O2 idi. Ümumi atom 14 dənədir. Ümumi sigma 13 olacaq. Yəni bir vahid əskik.
Hidrolizlə alınan spirt, propil spirti homoloji sıranın 3-cü nümayəndəsidir. Bəli. Molekulunda sp2s üzrə rabitə yoxdur. Var burada. Bu hissəyə baxın diqqətlə. Yəni burada var. Məsələn, başqası olsaydı, məsəl üçün belə olmayacaq. Ancaq burada qarışqa turşusu hissəsində karbon sp2 vəziyyətində və hidrogenlə birləşib. Ona görə də doğru cavab 1-3-5 olacaq.